Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. İrana hava hücumundan sonra hansı ssenari gözlənilir? Trump'ın 4 həftə mesajı. Asiya qapısı qırılır. İran tora düşdü. Ərəblər xilas olacaq. Rusiyadan Azal'ın təyyarəsi ilə bağlı açıqlama. Əlavə tədbirlər görüləcək. Trump'ın İran müharibəsi haqda son açıqlamaları, danışıqlara hazır olduğunu, eyni zamanda hücumların 4 həftə və daha az, məqsədə çatana qədər davam edəcəyi sözləri Amerikanın hədəfləri ilə bağlı fikirləri inkişaf etdirir. Mövcud situasiyada nə Vaşinqtonda, nə Təl-Əvivdə İranın parçalanma senarisinin olmadığı, əsas hədəfin rejimi dəyişmək olduğu aydın görünür. Bu hədəf fonunda danışıqlar yalnız Amerika-İsrail tələblərinin, nüvə proqramından imtina, zənginləşdirilmiş uranın çıxarılması, proksi qüvvələrə dəstəyin dayandırılması, kompleks şəkildə qəbul ediləcəyi təqdirdə mümkündür. Xameneyinin ölümündən sonra rejimin bu tələbləri qəbul etməsi təslim olması deməkdir. Amerikada İranın mövqeyinin bu və ya digər formada nəzərə alındığı danışıqlarda maraqlı deyil. Trump'ın danışıqlarla bağlı mesajı rejim daxilində anlaşmaq istəyən qüvvələrə ünvanlanıb və danışıqlar olmasa belə ən azı daxili qarşıdurmanı körükləmək məqsədi daşıyır. Danışıqlardan imtina edən rejimin əlini gücləndirən əsas məqam isə quru əməliyyatlarının hələ də istisna edilməsidir. Tehranda hesab edirlər ki, hücumlara bir neçə gün dözə bilsə, qurudan əməliyyat keçirə bilməyən Amerika və İsrail onların mövqeyinin nəzərə alındığı danışıqlara razı ola bilər. İranın tarana getmək xarakterli hücumları, Körfəzdən Kiprə qədər uzanan coğrafiyada raketdən istifadəsi də müharibənin arealını genişləndirməklə Amerikanın geri çəkilməsini təmin etməyə hesablanıb. Bu kontekstdə Trump'ın hücumların 4 həftə çəkə biləcəyi haqda dedikləri maraqlıdır. İlk mərhələdə Xameneyi də daxil olmaqla hərb siyasi elita sıradan çıxarıldı. İkinci mərhələdə hava məkanı nəzarətə götürülə, daha sonra nüvə obyektləri, ballistik raketlər, enerji və logistik infrastruktur hədəf ola bilər. Hava zərbələri hədəfə tam çatdıqdan sonra da quru əməliyyatları olmadığı təqdirdə rejimin devrilməsi ehtimalı güclənmir. Görünür, Amerikada müxtəlif ssenarilər də hazırlanır. Silahlı xalq üsyanının başlanması, təhlükəsizlik qüvvələrinin bir hissəsinin xalqın tərəfinə keçməsi ehtimalı, daxildə müxtəlif silahlı qrupların, kürdlər və digərləri hərəkətə keçməsi, rejim daxilində anlaşma tərəfdarı olanların radikal qanad üzərində nəzarəti ələ alması və razılaşmaya gəlməsi. Amerikanın planı hələ də müəmmalı olaraq qalır, yaxud da Vaşinqton hadisələrin inkişafına uyğun hərəkət edəcək. Siyasi şərhçi Asif Nərimanlı, İran məsələsi təkmərkəzli deyil, əsası İran olan çoxqatlı məqsədlərə malik bir müharibədir. Burada Amerika və İsrailin koordinasiyalı məqsədləri ilə yanaşı bir-birindən fərqlənən istəkləri də mövcuddur. Bunu Türkiyəli hərbi ekspert Abdullah Ağar qeyd edib. Münaqişənin birinci qatında İsrailin təhlükəsizliyi, onun regional hegemonluğunun rəsmiləşdirilməsi, strateji keyfiyyət üstünlüyünün möhkəmləndirilməsi, Yaxın Şərq hava müdafiə sistemi strukturunun qurulması, eləcə də İbrahim sazişlərinin genişləndirilməsi dayanır. Bu qatda Amerika və İsrail, İsraili təhdid altında olan bir aktor olmaqdan çıxarıb, regional təhlükəsizlik arxitekturasının mərkəzi düyününə çevirməyi hədəfləyir. Məncə bu müharibə son mərhələ deyil, sadəcə bir keçid dövrüdür. Yaxın Şərqdə savaş vasitəsilə formalaşdırılmaq məqsədi daşıyan bu arxitektura, Asiya Sakit Okean regionundakı böyük güc rəqabətinin ön sınağını təşkil edir və xüsusi olaraq Asiya qapısının qırılma müharibəsidir. Bu mövzu isə bizi xüsusilə maraqlandırır. Ağar son olaraq əlavə edib ki, İranın ərəb ölkələrinin sərhəd sahələri, toxunulmazlıqları kimi maraqlarına zərbə vurmasına fərqli tərəflərdən də yanaşmaq lazımdır. Xüsusilə Qəzza gərginliyindən sonra İsrailin yüksəlişdə olduğu və strateji üstünlüyünü nümayiş etdirdiyi yaxın dövrdə təbii olaraq Ərəb-İran ittifaqı mümkün görünürdü. Hətta məzhəb gərginliyi də aradan qaldırıla bilərdi. Amma nə baş verdi? İran ərəb ölkələrinə zərbə vurdu. Sərhədləri və toxunulmazlıqları təhlükəyə atılan ərəb ölkələri İrana çox qəzəblidir və hazırda İrana əsl düşmən kimi baxırlar. Bəs bu oyunu kim qurdu? İran öz oyununu oynayarkən Amerika və İsrailin tələsinə mi düşdü? Ərəb ölkələri bunu necə qiymətləndirəcək? İranın ərəb ölkələrinə zərbə vurması, ərəb ölkələrinin Amerika-İsrail üzərində yaradacağı mümkün təzyiq vasitəsilə İranın işinə yarayacaq, yoxsa ərəb ölkələri tamamilə ABŞ-İsrailin müttəfiqi olacaqlar? Çünki Amerika 7 oktyabrdan etibarən strateji susqunluq içində məhz bunu qurmağa çalışırdı.
Bu müharibə xüsusi olaraq Körfəz ölkələrini öz oxu daxilində saxlamaq, cəlb etmək və nəzarət altına alma mübarizəsidir. Onlar kiməsə yem olacaq, yoxsa yem olmamağın bir yolunu tapa biləcəklər. İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Amerika və İsrailin İslam Respublikasına indirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb. Rusiya və Azərbaycan Azala məxsus sərnişin təyyarəsi ilə bağlı irəli gələn bütün problemlərin həlli üçün əlavə tədbirlər barədə razılığa gəlib. Telegraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Averçuk Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. Bugün Azərbaycan prezidenti İlham Əliyevlə görüşümüz oldu. 2024-cü il dekabrın 25-də baş verən faciə ilə bağlı məsələləri müzakirə etdik. Bu məsələ ilə bağlı qarşılaşdığımız bütün problemləri həll etmək üçün əlavə addımlar barədə razılığa gəldik, Rusiya rəsmisi deyib. Xatırladaq ki, Bakı-Grozno marşrutu ilə uçan Azala məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Grozno hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.